O dövrün bir başqa var idi, indiki dövrdə ayrıdır. O dövr yaxşıdır. Niyə? Bax, açıqlaya bilərsiniz. Nəyə? Hər şeyə görə. İndi 20 qəpiyə hər şey alırdıq. İndi nə ala bilirik? Heç Buyurun, belədir, yaxşıdır ki, müstəqillikdir. Müstəqillik yaxşıdır, amma qaldı ki, məsələn, bəzi şeylər dərmandır, təhsildir, səhiyyədir, o vaxtı hər şey pulsuz idi. İndi biraz çatdıra bilmir cəmaat. Mən pis deyə bilmərəm ki, misal ki, onda oxumaq, məsələn, biraz pulsuzum, müalicə pulsuz. İndi arzu edirəm ki, burada da biraz pulsuzlasında, biraz müalicə, nə bilim mən, oxumaq. Allah qoysa o da o. Bu dövrdə məsəl üçün iş necə idi? Yəni bilirdin ki, stabil maaş alırsan, hər şey qaydasında. İndi bugündən sabaha yəni gözləmirsən ki, maaş olacaq, olmayacaq, iş olacaq. Kimin ticarətlə, ondan sonra alverlə məşğuldur, onların həyat şəraiti yaxşıdır. Kim ki sakit həyat keçirir, məsələn, müəllimlərdir, həkimlərdir, bunların həyat şəraiti o qədər yaxşıdır. Amma Sovet vaxtı əksinə müəllimi çox yüksək qiymətləndirilir, maaşı da yaxşı idi, həkim də həmçinin. O vaxt əlbəttə yaxşı idi, hər şey dəyişmiş. O vaxt maaş az da olsaydı insanlar biraz mehriban idi bir-birinə. İndi maaş çox alırlar, insanlar bir-birinə biraz çox pis yanaşırlar bir sözlə.